Ölkəmizdə qoyunçuluq kənd təsərrüfatının strateji sahələrindən biridir. Hazırda bu sahənin həm iqtisadi səmərəliliyini, həm də genofondunun qorunmasını şərtləndirən mühüm məsələlərdən biri quzuların erkən kəsimə cəlb edilməsidir. Cəmiyyətdə quzu ətinin daha xeyirli, daha faydalı olması barədə yanlış təsəvvürlər formalaşıb. Əslində isə elmi faktlar bunun əksini göstərir. 6-8 aylıq quzularda hormonal dəyişikliklər və tam formalaşmış metabolizm prosesləri sayəsində orqanizmdə ən qiymətli lipidlər və əvəzolunmaz amin turşularının toplanması optimal səviyyəyə çatır. Bundan əlavə körpə heyvanlarda maddələr mübadiləsi sürətli getdiyindən ətdə oksidləşmə stresi yaranır ki, bu da nəticə etibarilə məhsulun ömrünü, yəni rəf ömrünü aşağı salır. 6-8 aydan sonra quzuların əti artıq yetişmiş sayılır və bu halda orqanizm üçün daha faydalı olur. Belə ki, heyvanın bəslənməsindən, yaşından, növündən, cinsindən asılı olaraq qoyun ətinin kalorisi 193-130 kilokalori arasında dəyişə bilir. Ətin daha aromatik, daha faydalı, eyni zamanda kalium, fosfor, dəmir, sink kimi elementlərlə, o cümlədən B qrupu vitaminlərlə zəngin olmasını təmin etmək üçün bu yaş aralığına mütləq riayət olunmalıdır. Qeyd eləyək ki, heyvanların, xüsusilə də dişi quzuların erkən kəsmə məruz qalması gələcəkdə ölkəmizdə damazlıq potensialının və məhsuldar cinslərin məhv olması deməkdir. Xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən erkən kəsmə son maarifləndirici kampaniyası həyata keçirilir. Tanınmış ictimai xadimlər, elm adamları, beynəlxalq təşkilatların rəsmiləri çağırışa qoşulublar.